özümüz içdiyimiz suyu evdə özümüz yodlaşdıra bilərik, belə çıxır. Deyə yodlaşdırmışsınız. Nə şəkildə bu barədə? Mən bunu eləmişəm. Çox sağ olsun bizim deputatımız var, bizim ölkəmizin deputatı var, Cavanşirdir. Bu özdəki Şəkidən deputatdır. O mən bir məqalə vermişdim. Suyu yodsuz su buraxmaq nəinki qadağandır, hətta cinayətdir deyərdim mən. Bu cümləmlə tutun, altında mənim nömrəmi yazmışdım, mənə dedi, nəyə görə? Dedim ki, yod bizim ölkəmizdə yod çatmır. Bizə hər gün 100-300 mikrogram yod lazımdır. Amma bizim suyumuzda 32-39 mikrogram var. Deməli 60-70 mikrogram çatmır. Ya bunu hardan alasan? Deyirsiniz ki, bunda Azərbaycanın hamısı zob olar, niyə xəstələnmir? Ona görə ki, əgər bir sutkada 12 mikrogramdan aşağı yod qəbul eləsəniz, 12 mikrogramdan aşağı qəbul eləsəniz, mütləq zob olacaqdır o adam. Amma biz hamımız ayaq üstə yatışırıq, bu həqiqətdir. Yod çatışmazlığındandır. Bəli, bunun hamısı yaddaşımız yoxdur. Dediyi ki, anlaya bilmir. Müəllim uşağı yazığı öydə də döyür ki, niyə bilmirsən bunu? Müəllim dərsdə də danlayır, niyə bilmirsən bunu? Çünki yod yoxdur ki, o yadında saxlaya bilsin bunu. Yaddaşda mən başa saldım ki, impuls getməlidir bu yerin qişanın üstündən. Bu da buğum-buğumdur. Gəldim. Burada xarab olub bu.